Nə olsun ki, xəyanət edir? O demək deyil ki, məni sevmir. Xəyanət edən insan nəinki səni, heç özünü də sevmir. Çünki burada xəyanət olunan əslində sən deyilsən, o insanın özüdür. Daha doğrusu, özünün seçimidir. Belə insan yalnız və yalnız öz nəfsini sevir. Biz xəyanətdən danışanda həmişə birinci ağla kişilər gəlir, amma əslində hər iki cinsə aiddir. Xəyanət edən insan nəfsini sevir və nəfsinin dalınca qaçır. Bu yolda qaçanda təbii olaraq ağılsız deyilik, hamımız bilirik ki, səhv eləyirik və bu yolda qaçdıqca özümüzün gözündən düşürük. Belə bir deyim var, bəlkə eşitmisən, deyir, bir insanı məhv eləmək istəyirsənsə, onu öz gözündə hörmətdən sal. Biz öz gözümüzdə hörmətdən düşməmək üçün başlayırıq bəhanələr uydurmağa. Deyirik ki, məsələn, nə olsun ki, aldadıram, nə olsun ki, xəyanət edirəm. Kənarda arvad saxlamıram ki, indi arada bir sağa sola gedirəm də. Və ya xanımlardan çox eşitdiyim, deyirlər ki, mənim öz həyat yoldaşım mənə diqqət göstərmir, ona görə də mən o diqqəti gedib bayırda axtarıram. Ya da ki, bəziləri məsuliyyəti valideynlərinin boynuna qoyurlar ki, valideynlərim məni vaxtında güclə evləndirdilər və ya istədiyim insanla məni evləndirmədilər. İndi də mən gedib gəzirəm, keyfimlə yaşayıram. Yəni, məsuliyyəti nə olursa olsun boynuma götürməyim. Hamının üstünə atım. Həyat yoldaşımın üstünə atım, valideynlərimin üstünə atım və ya o mənim aldatdığım insanın boynuna atım ki, məni başdan çıxartdı, məni yoldan çıxartdı, məni aldatdı. Və ya fitrətimin boynuna atım ki, mən kişiyəm də, mənim fitrətimdə var aldatmaq, ona görə də aldadıram. Yəni, bu təbiidir. Baxın, belə deyərək normallaşdırmağa çalışırıq. Özü öz gözündən düşür insan, fərqində deyil. Buna görə hər bahanədən bunun üstünü örtbastlıq eləyib normallaşdırmağa, təbiiləşdirməyə çalışır. Gəlin özümüzə qarşı dürüst olaq.